Salam, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, bu yaxınlarda Müsavat TV-nin rəhbəri Rauf Arifoğlu'nun BBC News-a verdiyi müsahibəsinə mən diqqətlə qulaq asdım və mən ona dərin təşəkkürümü bildirirəm. Rauf müəllim, mən doğrudan da sizi müxalifətçi kimi yox, bir Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biri kimi mən belə hesab edirəm. Və sizə minnətdarlığımı bildirirəm ki, siz müxalifət düşərgəsində olan o çirkinlikləri, o xoşa gəlməyən halları qorxmadan, çəkinmədən açıq şəkildə ictimaiyyətə bildirdim. Amma mən çox təəssüf edirəm ki, Yeni Azərbaycan Partiyasında olan bu çirkinliyi, bu korrupsiyanı, bu rüşvətxorluğu, bu haqsızlığı, bu qanunsuzluğu da deməyi bacaran yapıcı mən istəyərdim ki, öz fikirlərini bildirsinlər və onlar da bildirsinlər ki, Yeni Azərbaycan Partiyası bugün o xalqın istədiyi şəkildə fəaliyyət göstərmir. Siyasi partiya olduğuna baxmayaraq bugün Yeni Azərbaycan Partiyasını elə günə salıblar ki, yapda heç siyasətdən heç bir əsər-əlamət qalmayıbdır. Bu da məqsədyönlü şəkildə həyata keçirilir. Yadımıza gəlir bir müddət, hardasa bir 10 il bundan əvvəl Mehriban Əliyevanın ünvanına təhqiramiz ifadələr işlədən o yapçıları mən tənqid eləyəndə Yeni Azərbaycan Partiyası mənə demək olar ki, dayaq durmadı, arxa durmadı. Nəyə görə? Çünki elə o Mehriban Əliyev haqqında o təhqiramiz ifadələri işlədən şəxslər elə yapçılar idi. Və bugün də Mehriban Əliyevanı sevməyən yapçılar var. Mehriban Əliyevanı demək olar ki, onlar istəmirlər. İstəməməyinin də bir səbəbi var da. Mehriban Əliyeva onların o çirkin üzlərini açıb göstərir. Onların rüşvətxor olduğunu göstərir. Onların İlham Əliyevə necə necə yıxmağa çalışdıqlarını bilir. Ona görə də onların Mehriban Əliyevadan zəhləsi gedir. Amma buna baxmayaraq İlham Əliyev onları yaxşı yerləşdiribdir hamısını öz ətrafına. Yəni elə bir vəziyyət yaranıbdır ki, bugün İlham Əliyevə hörmət eləməyən insanlar da Yeni Azərbaycan Partiyasının içərisindədir. İlham Əliyevi söyən də Yeni Azərbaycan Partiyasının içərisindədir. Rauf Arifoğlu yaxşı bir fikir bildirir ki, bəli, müxalifət partiyaları bugün əgər hakimiyyətə gəlsəydi, ilk növbədə bəlkə də deyir mənim, yəni Rauf Arifoğlu'nun başını kəsərdi. Bugün doğrudan da Yeni Azərbaycan Partiyasında, bu hakim partiyada, İlham Əliyevin partiyasında hər hansı bir dəyişiklik olsa, birinci növbədə Yeni Azərbaycan Partiyasına kim hakimiyyətə gəlsə, İlham Əliyevin ailəsini didərgin salardı. İlham Əliyevin də başını kəsərdi. Qoymazdı. Bir saniyə belə qalsın. Amma İlham Əliyev düzdür, hakimiyyətdə olduğuna görə aşağı təbəqədə nələr gedir, heç birindən xəbəri yoxdur. Amma çox təəssüflər olsun ki, bugün Avropadan belə ailəsi təhqir olunur, özü təhqir olunur. Bunları kim deyilən? Müxalifət deyil ki. Bunlar özləri yaradıblar. Bu Yeni Azərbaycan Partiyası yaradıbdır. Və onlar idarə edir bugün onları. Hakimiyyətdə elə qüvvələr var ki, bugün idarə edirlər. Nəyə görə? Bugün bunu açıq deyək də, bunu Əli Kərimli idarə eləmir ki, Əli Kərimli söydürmür ki, bunu digərlər söydürmür. Yox. Rauf Arifoğlu necə görürsünüz? Müxalifəti tənqid elədi, başdan ayağa tənqid elədi. Elə də Yeni Azərbaycan Partiyasında bu manqurtlar var. Gözləyir ki, bu dəqiqə İlham Əliyevin ayağından dartıb salsın hakimiyyətdən. Bax, elə insanlar var. Mehriban Əliyevanı gözü götürməyən o Yeni Azərbaycan Partiyasının üzvləri var və bunlar Mehriban Əliyevanı mehriquş kimi təqdim eləyirlər. Bax, adam yanıb yaxılır. Bundan ötürü mən nə qədər mübarizə apardım, nə qədər aidiyyatı qurumlara dedim, nə qədər hüquq mühafizə orqanlarına müraciət elədim. Yenə bir xeyir olmadı. Çünki onların dalında İlham Əliyev durur. İlham Əliyev hakimiyyətidir bu. Bu İlham Əliyev hakimiyyəti bu ailəsinə belə sahib çıxmağa bacarmadı. Bəli, sahib çıxmağa bacarmadı. Görürsünüz nə qədər təhqirlər, söyüşlər, nə qədər Avropaya qaçanlar, bunların hamısı öz başına qaçmırlar. Bunları buradan qaçırdırlar. Deyirlər, get, mən sənin pulunu verəcəm, get orada Mehribanın anasına söy, atasına söy, özünə söy, şərəfini təhqir elə. Bunların hamısına Yeni Azərbaycan Partiyası eləyir. Və bugünkü gün müəllimin
hüququ yoxdur ki, bir kəlmə söz danışsın. Siz təsəvvür eləyirsinizmi? Əxlaqi cəhətdən kasıb olan, əxlaqi cəhətdən demək olar ki, normal olmayan bir şəxs bugünkü gün əxlaqsızlıqdan gəlib müğənniliyə çıxır və müğənni olduğu bir vaxtda onun bir saatına hardasa 2500, 3000, 5000 manat pul verirlər. Amma müəllimin bir saatına 10 manat, 15 manat pul verirlər. Gör, müəllim ən əxlaqsız, ən şərəfsiz, ən namussuz, ən fahişə qadından belə aşağı səviyyədə tutulur. Bu İlham Əliyevin hakimiyyəti dövründə tutulur. Bu başqa müxalifət nümayəndələrinin hakimiyyəti dövründə olmur ki, bu yeni partiyasının siyasətidir. Görün nə vəziyyətdəyik biz. Allah bizi qorusun. Biz istəyərik ki, həmişə yaxşı olsun. Biz istəyərik ki, bizim evlatlarımız da yaxşı olsun. Biz istəyərik ki, İlham Əliyev bizim ləyaqətli, şərəfli, namuslu, qeyrətli prezidentimiz hər zaman prezident olsun. Biz bunu istəyirik və bu təhqiramiz ifadələrə yol verən insanlar da cəzalarını alsınlar. Biz bunu istəyirik. Amma bugünkü gün görürsünüzmü? Almırlar. Və insanı yandıran da odur ki, bu Yeni Azərbaycan Partiyası onların dalındadır, bizim yox. Bəs mənim 60 yaşım tamam olandan sonra mən nə edeyim bundan sonra? Azərbaycan Partiyası bu mənə sahib çıxmırsa, mən buna sahib çıxıram, bu mənə sahib çıxmırsa, deməli problem bu hakimiyyətdədir. Diqqətinizə görə sağ olun.